Kənddə yaşayırsansa səhər tezindən durmalısan. Kənddə səhər tezdən duran kimi insanların əksəriyyətinin işləri belə olur adlı vloqumla qarşınızdayım. Mən də tezindən durub əlimi üzümü yudum, tezbazar çaydan içib yolumu gözləyən heyvanların yanına getdim. Hər gün ilk iş balaca dananı kəndirə bağlayıb inəyi sağmaq olur. İnəyi anam sağır, mənim bu işdə təcrübəm yoxdur deyə bacarmıyorum. Sonrasında ananı baladan ayırmaq olmaz deyib dananı buraxıram ki, anası ilə biraz vaxt keçirsin, südünü içsin. Çünki anası birazdan süd toplamaq üçün sahəyə işə gedəcək. Həmin arada böyüdüb başa çatdırıb, sonrasında satıb pul qazanacağım olan erkək danama suyunu, otunu verib, inəyi və digər böyük danamızı növbətə ötürüb gedirəm toyuqlara baxmağa. Toyuqlar da həsrətlə yolumu gözləyirlərmiş. Başqalarını bilmirəm, mən toyuqlarıma gündə 2 dəfə səhər axşam buğda və qarğıdalı verirəm. Günorta da ruzi Allahdandır deyib özləri başlarını qatırlar. Balaca cücələrə baxdıqdan sonra qalır tək iş yumurtaları toplamaq. Yayda toyuq nədənsə az yumurtlayır. Səbəbini bilənlər fikirlərini video şərh bölməsinə qeyd etmədilər. Yumurtaları götürüb toyuqlara son göstərişlərimi verib günəşin ilk işıqları ilə işimi yekunlaşdırıram. Bəs sizin kənddə ilk işiniz nə olur səhər tezdən? Kənddə yaşayırsansa və yaxşı pul qazanmaq istəyirsənsə, dayanmadan işləməlisən. Kənddə də yaxşı pul qazandın, qazanmadın, nə hikmətdirsə iş heç vaxt qurtarmır. Qəribə halda odur ki, iş görən arada əlavədə iş çıxır. Kənd yerində gəlirli sahələrdən biri də qarğıdalı əkini biçinidir. Biz qarğıdalını tez-tez əkirik. Kənddə elədir ki, lazım olanları özün eləməlisən ki, hər şeyə pulun çıxmasın. Kənddə də yaşayıb rahatçılıq istəyən adamın da gərək yaxşı pulu ola. Qarğıdaldan həm satıb pul qazanırıq, həm də heyvanlar üçün yem, toyuqlar üçün dən ehtiyatını hazırlayırıq. Qarğıdalı biçimi də taxıl biçiminə oxşuyur, eyni formada həyata keçirilir. Məhsul kombaynlar vasitəsilə biçilir, qarğıdalı dənələri bunkerə, qalan hissələr isə çölə atılır. Sonda biçim bitdikdə və ya bunkerdə olduqda qarğıdalını böyük maşınlara yığıb evə daşıyırlar. Özüm başda olmaqla qarğıdalı əkənlərə bol məhsul, işlərində uğurlar arzu edib vloqumu yekunlaşdırıram. Növbəti vloqlarda görüşənədək. Kənddə yaşayırsansa, işlər günlük olmaqla yanaşı həftəlik və aylıq da olur. Birinci toyuq yaranıb, yoxsa yumurta sualına cavabı siz verin, mən də onların evini, eşini səlqə səhmana salım. Onda elə çıxır ki, birinci toyuq yaranıb, hə? Toyuq olmasa yumurta hardan olacaq? Bəs yumurta olmasa toyuq hardan olacaq? Sizi bilmirəm, mən həftədə bir dəfə bu işi görürəm. Bu dəfə köklü dəyişiklik etmək qərarına gəldim. İlk öncə hində nə var nə yox, hamısını çölə çıxarmağa başladım. Hətta itmiş və biraz yararsız hala düşmüş manqalımı da buradan tapdım. Amma bilmədim ki, manqalla toyuqların nə işi. Gördüyünüz kimi nə qədər artıq şey var, hamısını çölə çıxartdım. Sonrasında başladım hini hər tərəfli yaxşıca süpürməyə. Bütün hər bir hissəni süpürdükdən sonra ambara yığılan zibil qarışığını arabaya doldurdum. İçərisini səliqəyə salandan sonra toyuqlar yatan tarları, ardınca da qarğıdalı və buğda yığdığım boşqaları, yumurtlamaq üçün istifadə etdikləri qabları içəri yerləşdirməyə başladım. İşimi yekunlaşdırdıqdan sonra hinin görüntüsünü sizlərə təqdim edib sağollaşıram. Növbəti vloqlarda görüşənədək.